Eintracht məşqçisi Top Möllerlə yollarını ayırdı. Bu Qarabağ üçün yaxşı xəbərdir, yoxsa pis? Burada əsas ondan ibarətdir ki, niyə məşqçi birinci dövrədən sonra həmin o 20 günlük fasilədə qovulmur? İndi çempionatla Çempionlar Liqası oyunu arasında istifaya göndərilir. Bunun da əsas səbəbi əlbəttə ki, Eintrachtın bərbad müdafiə rekordunun davam etməsidir. Xatırladaq ki, qışdan sonraki çempionatda komandanın keçirdiyi 3 oyunda hərəsində komanda 3 qol buraxıb və hətta komanda idman direktoru Markus Kroeşe açıq şəkildə bildirib ki, komandada uzun müddətli müdafiə oyunu krizisi var və bu krizin yeganə həlli baş məşqçini dəyişmək oldu və Top Müller əvəz edən insan hələ ki peşəkar karyerası Eintrachtın 21 yaşlar komandasını məşqçilik etməklə keçirən Dennis Schmidtdir. Yəni bu adam hansısa upgrade deyil, sadəcə olaraq komandada yanğın baş verib və bu dəqiqə məqsəd sadəcə o yanğının miqdarını azaltmaqdır. Nəzərə alsaq ki, Dennis Schmidtin birinci oyunu Qarabağladır və bu oyundan öncə cəmi 2 gün vaxtı var ki, təlim məşq toplanışına çıxsın. Bizim gözləntimiz ondan ibarətdir ki, komanda həm taktiki, həm də psixoloji cəhətdən qeyri-müəyyənlik və hətta çaşqınlıq içində olacaq. Əlbəttə ki, Qarabağda rəqibin o zəif nöqtələrinə düzgün zərbələr vura bilsə. İstənilən taktiki formasiyada bir qədər komanda fanatik pressing oyundan imtina edərək müdafiəni etibarlı saxlamağa çalışacaq və bizim üçün çox vacib olan faktor Heitinq'in sonuncu oyununda Ajax Galatasaray maçında olduğu kimi qapımızdan ilk qol buraxmayaq, rəqibi bir növ cəzalandırmağı tələsməyək. Çünki yeganə bərbad ssenari Qarabağ üçün Eintrachtın qol vurması olacaq ki, ondan sonra Top Möllerin də Napoli ilə maçda olduğu konspektinə əsasən komanda beşli müdafiə ilə Qarabağın hücum imkanlarını boğa bilər. Ona görə də burada həm psixoloji, həm taktiki nöqtəyə zərbə vurmağın ən yaxşı əlacı rəqibin pressingini, oyununu bir qədər başa düşüb, hansında ki, dediyim kimi qeyri-müəyyənlik olacaq, rəqibə ilk qol vurmaqdır və ondan sonra komandanı sistematik cəzalandırmaqdır. Biz düşünürük ki, bu düzgün istifadə edə biləcəyik təqdirdə Qarabağ üçün çox yaxşı bir xəbərdir. Bəs siz?